Bugün Göyçay rayonunda daha bir qəhrəman oğlumuzun 44 günlük Vətən müharibəsinin igid döyüşçüsü Bığır kənd sakini şəhid Qüdrət Əzizovun şəhadətinin 5-ci il dönümü qeyd olundu. Anım mərasimi şəhidin doğulub boya başa çatdığı Bığır kəndində Şəhidlər Xiyabanında onun məzarı önündə keçirildi. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və məktəblilər iştirak etdilər. Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və ruhlarına edilən dualarla başladı. Çıxış edən natiqlər Qüdrət Əzizovun göstərdiyi igidlikdən, mərdlikdən, vətənə olan sədaqətindən söz açdılar. Qeyd olundu ki, Qüdrət Əzizov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qatılmış, Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində döyüşlərdə qəhrəmanlıq göstərmiş, Şuşa uğrunda gedən döyüşlərdə isə şəhidlik zirvəsinə ucalmışdır. 1997-ci il 19 iyun tarixində Göyçay rayonunun Bığır kəndində anadan olan Qüdrət gənc yaşlarından tərbiyəsi, zəhmətsevərliyi və sakit təbiəti ilə tanınırdı. O 2014-cü ildə hərbi xidmətə başlamış, manqa komandiri kimi şərəflə xidmət etmişdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Qüdrət Əzizov ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Şuşanın azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilmişdir. Anım mərasimində məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzdülər. Şəhidin ailə üzvləri bildiriblər ki, Qüdrət sakit, ailəcanlı, doğru, dürüst və əməksevər bir gənc idi. O hər zaman zəhməti ilə istədiyinə nail olmağa çalışır, vətənini, xalqını sevirdi. Bugün biz Qüdrətin timsalında torpaqlarımız uğrunda canından keçən bütün qəhrəman oğullarımızı ehtiramla yad edirik. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.